Dərman biznesi də bunlardadır, yemək biznesi də bunlardadır. Sonra bu xərçəng Əziz Əliyev, xərçəngin Milli Onkologiya Mərkəzi bilirsiniz də onundur. Azərbaycanda da yeməklərin əksəriyyəti orqanizm cəhətdən, yəni orqanizm üçün ziyanlı olan şeylərdir. Təsəvvür edin, bir evdən, dostlar, bir evdə 4 nəfər adam var, onun 3-ü xərçəng xəstəsidir. Hamısı da yeməkdən yaranır və bunu da bilirlər. Və Əziz Əliyev də oturub orada, həmən o İlhamın ögey dayısı. Oturub orada, inanın mənə, yəni mən bir dəfə demişəm bunu, mənim bir yaxın adam var idi. Onda balaca bir bu şey şualanma ilə bağlı bunun üstündə bir balaca xal var idi, onu götürmək istəyirdim. Onu həmən o şuaya vermək üçün 1200 manat ondan pul istədilər.